Şəhərin Nizami, Rıza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağaliyev küçələrində başlayan söküntü işləri davam edir. Sovetski adlandırılan ərazinin müəyyən küçələrində söküntü işlərinə başlanılıb. Elə bizim olduğumuz Lev Tolstoy küçəsində də müşahidələrimiz əsasında gördük ki, belə bir yaşayış yerinin söküntü işlərinə artıq başlanılıb. Küçə boyunca tək bu yox, bir neçə istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır. Sözgedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır. Mən burada qalıram, ata-baba mülküdür. Yəni babam gibi hamısı neçənci ildən burada qalır. Mən də burada boya satmışam. Yəni istər-istəməz bizə 2700 kvadratından bir kvadratdan səhv eləmir. Mən burada 3 bacı bir qardaşam. Yəni sökülsə istər-istəməz 2 dənə, 3 dənə ev almağa mənim imkanım yoxdur. Eləncə 55 kvadrata mən nə alacağam burada? 68 il buradayım. Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 az puldur. Buradan köçüb normal ev almaq üçün minimum 5000 manatdan hesablanmalıdır. Söküntü işləri ilə bağlı komissiya da yaradılıb. Elə onlardan aldığımız məlumata görə yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 205 ailə ilə razılaşma əldə olunub. Komissiyadan o da bildirildi ki, aparılan söküntü işləri məcburi deyil.